Salam əziz dördüncülər, Çinar yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Test 82-də dairəvi diaqram. Məlumatı bir neçə üsullarla təqdim etmiş oluruq ki, bundan öncə cədvəl və piktoqramla təqdim olunmuş məlumat haqqında tapşırıq idi. Burada isə dairəvi diaqramdır. Dairəvi diaqramda tam müəyyən hissələrə bölünür və bu hissələr dairəvi diaqramda, yəni dairə daxilində göstərilmiş olur. Buna görə suallara cavab vermiş olarıq. Yazır ki, 1/4 suallar diaqrama əsasən 1/4 sualları diaqrama əsasən cavablandırın. Deməli, rəng olaraq baxırıq ki, roman, hekayə, nağıl, şeir. Yəni bu kitablardır yəqin ki. Bura oldu roman. Burası olacaq hekayə. Burası olacaq nağıl. Bu da olacaq şeir. İndi bizə nə sual verir? Yazır ki, ən çox hansı kitab satılmışdır? Bu satılan kitablardır. Deməli, satılan kitablara görə cavab vermiş olarıq. Ən çox roman kitabı satılıb. Doğru cavab A variantında verilmişdir. Növbəti 2-yə baxırıq. Nağıl kitablarının sayı hekayə kitablarının sayından neçə ədəd çoxdur? Nağıl kitablarının sayı nə qədərdir? 145. Hekayə kitablarının sayı nə qədərdir? 90. Nə qədər çoxdur? 55. Doğru cavab B. Yazır ki, cəmi neçə kitab satılmışdır? Cəmləsək bunları. 145 ilə 215-i toplamış olsaq 360. 360-ın üstə 90 gəlsək yeyəcək 450. 450-nin üzərinə 75, 525 görək. 525 var. D variantı. Növbəti yazır ki, bütün kitabların 7-də 1 hissəsini hansı kitablar təşkil edir? 525-i bölmüş olsaq 7-yə. Bu da bərabərdir, etmiş olacaq 75. 75 də hansıdır görək? 75 şeir kitablardır. Doğru cavab C variantı. Əlbəttə bunları şifahi olaraq yerinə yetirmiş oluram. Yazır ki, diaqramda bağdakı meyvə ağaclarının sayı təsvir olunmuşdur. Buna əsasən 5-8-ci suallara cavab verin. Hamısı yazılıb. Yazır ki, alma və heyva ağaclarının saylarının cəmi, armud və nar ağaclarının saylarının cəmində nə qədər çoxdur? Alma ilə heyva toplamış olsaq 35, o da 28, 63. Armudla nara da baxırıq ki, 32, o da 24, 56. 56. Nə qədər çoxdur? 7. Doğru cavab B. 6-ya baxırıq. Bağda cəmi neçə meyvə ağacı var? Bunlar hamısı meyvə ağaclarıdır. Bunları da toplamış olsaq, indi az öncə burada nə edirdik? Çıxmışdıq, toplayaq. 63 ilə 56, 119 etmiş olacaq. 119. Doğru cavab A variantında var. Yazır, alma ağaclarının sayı nar ağaclarının sayından nə qədər çoxdur? Alma 35, nar 24, çıxsaq 11. Doğru cavab C variantı. Əlavə neçə heyva ağacı əkilsə, heyva ağaclarının sayı armud ağaclarının sayına bərabər olar. Deməli, armuddan 32-dən 28 çıxırıq, 4 dənə də əkilsə bərabər olacaq. Doğru cavab D variantı. Yazır ki, diaqramda işçinin aylıq gəlirinin bölünməsi təsvir olunmuşdur. Buna əsasən 9-12 sual, 12-ci sualları cavablandırın. İşçinin aylıq gəliri 800 manat olarsa, bir ay ərzində ərzağa nə qədər pul xərclədi? Ərzaq 10/3-üdür. 800-ün 10/3-ü edəcək 240. 240 A variantı. İşçilər aylıq gəliri 800 manat olarsa, bir ay ərzində kommunallara nə qədər pul xərcləyib? Kommunal 10/4. Bu da eləyəcək 320. D variantı. Çox sadə olduğuna görə şifahi deyirəm. Yəni 800-ün 10/4-ünü tapırıq da, ona bölürük, 80, 4-ə vururuq, 320 etmiş olur. İşçinin aylıq gəliri 900 manat olarsa, aylıq yığımı nə qədər olacaq? Aylıq yığımı görək nə yazıb? 10/2-dir. 900-ü 10-a bölərik, eləcək 90, 2-yə vuraraq 180 etmiş olacaq ki, doğru cavab C variantı. 12-də yazır ki, kommunal xərclərdən başqa digər xərclər gəlirin hansı hissəsini təşkil etmiş olur? Digər xərclərə baxırıq. Kommunal xərclərdən başqa. Bunu çıxdıq. Bu 10/3, bu da 10/1. Bunlar da xərclərdir əlbəttə ki, 10/4 etmiş olur.
Onda 4-ü, onda 4 hissəsini təşkil etmiş olur. Doğru cavab B variantı. Yığım xərc demək deyil. Şagirdlərin hansı rəngi daha çox sevdiyi haqqında məlumat diaqramda təsvir olunmuşdur. Buna əsasən 13-16-cı suallara cavab verin. Göy rəngi sevən şagirdlərin sayı neçə nəfərdir? 14 nəfər. Göy rəngi sevən şagirdlərin sayı neçə nəfərdir? 7-2 yazıb burada. Göy rəngi sevən şagirdlərin sayı. Sarı rəngi sevən şagirdlərin sayından neçə nəfər çoxdur? Neçə nəfər çoxdur? 14-dən 7 çıxarıq. 7 nəfər çoxdur. Niyə mən belə bu cür oxudum? Ən çox hansı rəngi sevirlər? Göy rəngi sevirlər. C variantı. Sinifdə neçə şagird var? Sinifdə olan şagirdlərə baxırıq. 14, o üstə gəl 4. 18, o da 16, 34 şagird var. Bu da elədir D variantı. 16 yazır ki, yaşıl rəngi sevən şagirdlər bütün şagirdlərin hansı hissəsini təşkil edir? Yaşıl rəngi sevən şagirdlər. Görək neçə nəfər? 9 nəfər. 34-də 9-u 70 olacaq ki, bu da A variantında verilmişdir. Bu qədər. Növbəti video izahda xətti diaqram haqqında danışarıq. Hələlik sağ olun.